şeir göndərib. Görək sözlərdə nə deyir. Salam Günay xanım, salam Kəpəz FM dinləyiciləri. Qeyd edeyim ki, bugün ad günü, şad günü olan hər kəsi təbrik edirəm. Rəhmətli Bəhmən Vətənoğlunun möhtəşəm misralarını səsləndirməyinizi xahiş edirəm. Mən də xahiş edirəm ki, DJ Xəyal bir gözəl fon orada müşayiət eləsin və fonun müşayiəti altında görək şair nə deyir. Bir elin mahalın mərd oğulları qula çevriləndə dəhşət olurmuş. Alimin, şairin qeydi libas çula çevriləndə dəhşət olurmuş. Qəfil ucalanda üryan qədələr ağrımaz ürəyə vurur zədələr. Ay günə nə var ki, yalan vədələr ilə çevriləndə dəhşət olurmuş. Oğul deyil sustursa əgər, haqqı tapdalanar sustursa əgər, zəmanə şairi sustursa əgər, lala çevriləndə dəhşət olurmuş. Ay Bəhmən, söyləmə belə söhbəti, yazmaqla qurtarmaz bu müsibəti. İnsanın insana olan hörməti pula çevriləndə dəhşət olurmuş.